Saat 5-dir, hamı işdən çıxır. Azərbaycanda baxırsan çöldən sıra başlayır metroya. Polşada hamı rahat girir ki. Polşada nə var bizdə yoxdur? Tram. Hər şeyi həll edir. Çox azaldı. Onun da sırası, o da metronun elə bir yerüstü versiyasıdır. Sırasız adı yoxdur, gedir. Məsəl üçün Bakıdan gələn bir dostum demişdi ki, burada necə olur deyir, astanovkalar boşdur. Məsəl üçün avtobus astanovkasında adam yoxdur, metroda adam yoxdur da. Bu əvvəlki videoda gəlmişdi amma Bakıda nə qədər adam yaşayır, Varşavada nə qədər adam yaşayır? Deyirsən təsiri var. Varşavada hardasa 2-2,5. Amma məncə interval da burada daha tezdir. Qardaşım çox tez avtobus gəlir. Atıram sən getmək istəyirsən bu rayondan başqa rayona, Varşava üçün. Bu avtobus gəldi o rayona gedir, növbəti avtobus da o rayona gedir. Başa amma başqa istiqamət. Başqa istiqamət. Elə bir girir ora dönür sağa. Amma bu gedir məsələn içinə. Amma Azərbaycanda atıram 2 nömrəli avtobus gəldi, yığdı cəmaatı getdi Nərimanova. Normalda 5 nömrəli gəlir, gedir atıram 28-ə. Görmür Nərimanov. Bizdə eyni avtobusun intervalı daha çoxdur. Məsələn 2 nömrəli, məsələn atıram 3 dəqiqədən bir gəlir. Amma burada 2 nömrə gəlir, 4 nömrə gəlir, 6 nömrə gəlir və fərqli eyni yerə gedir amma fərqli-fərqli. Ay sağ ol, o da insanları rahatlaşdırır. Mən amma təbii ki, burada böyük səbəb nəyi görürəm? İlkin növbədə Polşada olan tram bizdə yoxdur və bizdə insan sayı çoxdur ona görə. Tram həqiqətən çox şeydir. Tram yəni və tramlar da avtobus məntiqindən işləyir. Yəni məsəl üçün 5 nömrəli tram gedir bu rayona, 2 nömrəli tram da o rayona gedir. Amma bir damcı sağına. Ona görə o da plyusa salır. Və taksi qiymətləri. Burada çox endirim var. Qardaş Uberi hər gün açırsan, 50%. 30% endirimin var. Transport biletləri 4 slotdur da. Harasa getmək istəyirsənsə 4-4-40 endirimçi salır. Taksini açırsan 9-lu. Deyirsən qardaş niyə mən 4 slot tramvayla gedim? 5 də qoyum gedim şeylə. Məndə çox olub şəxsən. Elə oturmuşam evdə 3.40 bilet, 9 da şey yazır. Niyə özümə əziyyət verim? Tramvaydan istifadə edin, Bakıya gətirin.